Salam əziz şagirdlər. Gəlin Güvən nəşrləri test toplusundan 9-cu siniflər üçün olan həndəsə əsas anlayışlarına aid belə bir sualın izahına baxaq. Sualın izahına keçməzdən öncə hər birinizə son videolarıma göstərdiyiniz dəstək üçün təşəkkür edirəm. Buna görə sizin üçün natural ədədlər dərsinə aid izah paylaşmışam. Yəni dərsin izahını paylaşmışam. Bu dəfə sual izahı paylaşmamışam. Onu da sabah kanalımda tapa bilərsiniz. Gəlin 117-ci sualın izahına baxaq. Biz burada görürük ki, şəkildə verilənlərə əsasən AB və DY paralel olarsa, BCD neçə dərəcədir? Bizə BCD-ni soruşur. Biz bunu bilməliyik ki, açıq bucaq 180 dərəcəyə bərabərdir. Burada açıq bucağın bir tərəfi x-1, digər tərəfi 8x plus 5-dir. İndi bunu yazaq. 3x çıx 1 üstə gəlsin 8x plus 5 bərabər 180. 3x müsbət 8x müsbət 11x. Üstə gəlsin mənfi bir müsbət təsir göstər olur 4. 180-ə bərabərdir. 4 keçiddi 11x 176. X də olur bizdə 16. X-i tapdıq, qoyuruq yerinə. 8x üstə 9x 17. Biz bunu bilməliyik ki, bu fiqur 360 dərəcədir. Bunu dərs zamanı öyrənmək lazımdır. 8x plus 9x 17x mənfi 7 üstə müsbət 5 mənfi 2 bərabərdir 360. Xeyr, bərabər deyil 360-a. Bunun neçə dərəcə olduğunu bilmirik. İndi bunun nə olduğunu tapmalıyıq, x yerinə qoyaraq. 17 vur 16 bizdə eləyir 272. Çıx 2 bərabər 270. İndi isə bunu 360-dan çıxmaq lazımdır. Çünki fiqurumuz 360 dərəcəyə bərabərdir. 360 çıx 270 bərabər 90. Deməli, BCD bərabər 90 Y variantı. İzaha baxdığınız üçün hər kəsə təşəkkür edirəm. Gələn izahlar üçün kanalımıza abunə olub, videomuzu bəyənməyi və şərhlərdə izahımızın xeyirli olub-olmamasını bildirə bilərsiniz. Sağ olun. Əgər istədiyiniz izahlar varsa, rəy bölməsində istədiyiniz izahın kitabı, səhifəsinin və hansı dərs olduğunu yazarsa sevinərəm. Sağ olun.